Salam əziz abituriyentlər. Bugündən etibarən kanalımda müxtəlif mövzularda, xüsusilə çətinlik çəkdiyiniz mövzularda tarixin ən asan şəkildə izahı veriləcək. Yəni mövzularda xüsusilə vurğulayıram, tarixi ən asan şəkildə öyrənə biləcəksiniz. Kanalımıza abunə olun və xüsusilə izahlara diqqətlə qulaq asıb qeydlər götürməklə bütün dərsləri mənimsəyə bilərsiniz. Deməli, bizim bugünkü mövzumuz olacaq Fransa. Bilir ki, qüdrətli Avropa dövlətlərindən biri olmuşdu. Biz Fransanın qədim dövrdə keçirik, yəni qədim dövrdə deyəndə orta əsrlər dövrünü keçirik Fransanın. Krallıq yarandıqdan sonraki dövr, orta əsrlər dövrü və bir də var Fransanın yeni dövründə, yəni artıq imperiya yarandıqdan sonraki dövr qəbul proqramına düşür, dinə düşür. Lakin Fransada Respublika yaranması quruluşunun ilini mütləq bilməliyik. Bu 1789-cu il Fransada baş vermiş inqilabın nəticəsində olmuşdu. 1792-ci ildə Fransa Respublika elan olunmuşdu. Bunu mütləq yadda saxlamalıyıq, qeyd etməliyik. Nə üçün? Çünki çox geniş yayılmış suallardan biridir. Xüsusilə xəritə sualı kimi düşür. 18-ci əsrin sonlarında ərazisində Respublika İdarəetmə Quruluşu yaranmış dövləti xəritə üzərində göstərin deyə suallar çox düşür. Yəni bu Fransa olacaq 1792-ci ildə. Və salam, artıq biz 1-ci Respublika dövründə başqa heç bir şeyə keçirik. Bir də bilməliyik ki, 1804-cü ilə qədər davam etmişdir, yəni imperiya yaranana qədər. Bizə əsas düşür Napoleonun qurduğu imperiyadan sonraki dövr, yəni 1-ci imperiya dövründən etibarən. 1-ci imperiya 1804-14-cü illərdə 1-ci Napoleon Bonaparte tərəfindən qurulmuşdu. Senatın 1-ci Napoleonu imperator elan etməsi ilə imperator hakimiyyəti qurulmuşdu. İmperator hakimiyyəti qurulmasından öncə gəlin Respublika İdarəetmə Quruluşu və imperator, diktatura, monarxiya İdarəetmə Quruluşunu fərqləndirək. Görək nə deməkdir? Ümumiyyətlə biz bilirik ki, Respublika İdarəetmə forması xalqın hakimiyyəti deməkdir. Yəni xalqın müxtəlif nümayəndələrinin iştirakı ilə həyata keçirilən bir idarəetmə formasıdır ki, misal üçün bugün biz Respublika İdarəetmə formasında yaşayırıq və bizim qanunverici orqanımız olan parlamentimiz, Milli Məclisimiz fəaliyyət göstərir və Milli Məclisdə bilirik ki, əhalinin bütün təbəqələri, ziyalı olan bütün təbəqələri iştirak edir və əhali haqqında qərarlar qəbul edilir. Yəni bu xalqın da bilavasitə idarəetmədə iştirak etməsi deməkdir. Səs hüququnun olması deməkdir, öz başçısını özü seçməyi deməkdir. Lakin imperiya, monarxiya, diktatura rejimində belə bir şey yoxdur. Yəni bütünlüklə qanunverici, icraedici, məhkəmə funksiyaları yalnız bir nəfər şəxsin monarxın əlində cəmləşir. Bütün bu idarəetmə formaları hamısı bir nəfər şəxsin əlində, şəxs tərəfindən həyata keçirilir ki, 1-ci imperiya dövründə də elə olmuşdu. Yəni 1-ci Napoleon bütün məhkəmələri, qanunverici, icraedici hakimiyyəti özü həyata keçirirdi. Ona görə belə olan halda məntiqi cəhətdən, yəni 1-ci imperiyanın daxili siyasətində biz bir çox şeyi məntiqi cəhətdən seçə bilərik. Nədir o bir çox şey? Belə ki, 1-ci Napoleonun dövründə tək hakimiyyətliyə yiyələnirdi deyə, tək hakimiyyətli idarəetmə forması idi deyə, o burjuaziyanı idarəetmədən kənarlaşdıracaq. Elə ilk yazılı məsələ. Bu daxili siyasət ümumiyyətlə ən asan şəkildə izah verilir və bu cür qaydada qeydləri qısa şəkildə yazmışam və siz də bu qeydləri mütləq götürməlisiniz. Yəni imperiya dövrü 1804-14-cü illəri əhatə edir. İmperiya dövründə imperiyanın həm daxili siyasəti var, həm də xarici. Bu da onun daxili siyasətidir. Daxili siyasətdən ilk öncə başlayıram. Nə olmuşdu daxili siyasətdə? Dedik ki, tək hakimiyyətliyə əsaslandığı üçün burjuaziya idarəetmədən kənarlaşdırılmışdı və mərkəzləşmiş idarəetmə sistemi qurulmuşdu 1-ci Napoleon tərəfindən. Daha sonra adlı məhkəmələri də ləğv etmişdi. Bütün məhkəmələri özü rəhbərlik edirdi. Şəxsiyyət, mülkiyyət toxunulmazlığı vermişdi bütün vətəndaşlara. Yəni kimin əmlaki nəyi vardısa, o toxunulmaz elan olunurdu, elə onun özünə aid idi. Şəxsiyyət toxunulmazlığı elan olunurdu. Qanun qarşısında bütün vətəndaşlar bərabərlik ideyası təbliğ olunurdu. Ümumiyyətlə, bərabərlik, vətəndaşlar arasında bərabərlik ideyası təbliğ olunurdu. Daha sonra fəhlələrin tətillərini qadağan edən qanun vermişdi. Yəni sözsüz ki, bu tətillər sahibkarlara qarşı olurdu. Sahibkarlara qarşı hər hansı bir miting, çıxış, inqilab, tətil qadağan edilirdi. Və bu da fəhlələrin bir hüquqsuz təbəqəyə çevrilməsinə gətirib çıxaracaq. Ümumilikdə Fransa imperiya dövründə vergilər artırılacaqdı. Lakin iqtisadiyyatı inkişaf etdirmək baxımından iri kapitaldan gələn vergilər azaldılacaq. Yəni iri sahələrdən, gəlirli sahələrdən alınan vergilər azaldılır ki, iqtisadiyyat inkişaf etsin.
Lakin ümumilikdə imperiya ərazisində vergilərin miqdarı artırılacaq ki, bu da sonradan üsyanlara gətirib çıxaracaqdır. Daha sonra imperiya dövründə düzdür, yəni tək hakimiyyətliyə əsaslansa da, lakin millətin birliyi ideyası təbliğ olunurdu. Və dedik ki, mərkəzləşmiş idarə sistemi yaradılmışdı. Bir daha üstündən təkrar keçək, daxili siyasətdə nələr baş vermişdi? Mərkəzləşmiş idarə sistemi yaradılmışdı Napoleon tərəfindən, burjuaziya hakimiyyətdən kənarlaşdırılmışdı, andlı məhkəmələr ləğv edilmişdi, vətəndaşlara şəxsiyyət və mülkiyyət toxunulmazlığı verilmişdi, bütün vətəndaşlar bərabərlik ideyası təbliğ olunurdu, qanun qarşısında bərabər idilər. Daha sonra fəhlə tətilləri qadağan edilmişdi, fəhlələr tam hüquqsuz bir təbəqəyə çevrilmişdi. Ondan sonra deyək ki, millətin birliyi ideyası təbliğ olunurdu, vergilərin miqdarı artırılmışdı, lakin iri kapitaldan alınan vergilər azaldılmışdı. Bu da bir daha da vurğulayıram ki, iqtisadiyyatın inkişafı üçün nəzərdə tutulmuşdu. Biz danışdıq 1-ci imperiya dövründə daxili siyasətdən. Daha sonra gəldik xarici siyasət. İlk öncə onu vurğulamalıyam ki, biz əvvəlki dərslərdə də keçmişik ki, Avropada demək olar ki, bütün Avropa dövlətlərinin, indi orada İngiltərə iştirak etməsə də, bir çox Avropa dövlətlərinin iştirak etdiyi geniş miqyaslı bir müharibə olmuşdu. Bu 30 illik müharibə idi, 1618-48-ci illərə əhatə etmişdi. Və bu 30 illik müharibənin nəticəsində bir Vestfaliya sülhü imzalanmışdı ki, ümumiyyətlə bütün bu dövlətlər, Avropa dövlətləri təcavüzkar siyasətdən, hər hansısa bir dövlətin ərazisini işğal etmə siyasətindən imtina edirdi. Təcavüzkarlıq siyasətindən imtina edirdi. Bütün sərhədlərin, hər bir dövlətin sərhədləri müəyyənləşdirilirdi, təhlükəsizliyi təmin olunurdu. Heç bir dövlət başqa bir dövlətin ərazisinə təcavüzkar siyasət yürütməməli idi. Deməli, Vestfaliya sülhünün şərtləri 1648-ci ildən 1804-cü ilə qədər keçərli hesab olunurdu. 1804-cü ildə ilk dəfə Avropada Vestfaliya sülhünün şərtlərini pozan elə 1-ci Napoleon Bonaparte'ın özü olacaq. Geniş miqyaslı işğalçı müharibələr aparmaqla. Və ona görə də 1-ci Napoleon Bonaparte'ın geniş işğalçı müharibələrinə qarşı bir çox Avropa dövlətləri koalisiya, yəni birlik yaradacaq. İngiltərə, Avstriya və Rusiya birləşərək Fransaya qarşı bir koalisiya yaradacaqlar. 1-ci Napoleon ilk öncə 1805-ci ildə Trafalgar dəniz döyüşündə ingilislərlə vuruşacaq, lakin İngiltərəyə məğlub olacaq. Xüsusilə vurğulamışam dəniz döyüşü olmasını, çünki dəniz döyüşləri xüsusilə testə düşür, ortaq cəhət kimi, məsələn, Navarın döyüşü, Trafalgar döyüşü, Salamin döyüşü, hal-hazırda aklıma gələnlər. Bunları birləşdirən ümumi cəhət nədir? Sözsüz ki, bu döyüşlərin dəniz döyüşləri olmasıdır. Çünki tarixin müxtəlif dövrlərində müxtəlif dövlətlər arasında baş vermişdi. Ümumi cəhət nədir? Dəniz döyüşləri olması. Gələk görək 1805-ci il Trafalgar döyüşündə nə üçün o boyda qüdrətli olan Napoleon İngiltərəyə məğlub olur. Çünki o dövrdə ən güclü dəniz donanmasına malik olan dövlət bu İngiltərə idi. Bəs sual edirəm, nə zaman İngiltərə dənizlərdə bütünlüklə üstünlüyü ələ keçirmişdi? Bu 1-ci Yelizavetanın, Tudorların sonuncu nümayəndəsi olan 1-ci Yelizavetanın dövründə baş vermiş 1588-ci il La-Manş döyüşü nəticəsində idi ki, məğlub edilməz armada adlandırılan İspan donanmasını məğlubiyyətə uğratmaqla bütünlüklə dənizlərdə üstünlüyü ələ keçirmişdi və ən güclü dəniz dövləti hesab olunurdu İngiltərə. Və ona görə bu döyüşdə dəniz döyüşü olduğuna görə yenə də İngiltərə bu döyüşdə qalib gələcək. Daha sonra 1805-ci ildə Avstriya ilə mübarizə aparacaq və Avstriyanın paytaxtı Viyana şəhəri ələ keçiriləcək. El yazıqları ilə Napoleon qalib gələcək və Napoleon burada qalib gəlir. Daha sonra 1805-ci ildə və eyni ildə artıq bu səfər Birləşmiş Avstriya və Rusiya qoşunları ilə vuruşacaq Austerlitz döyüşündə 1805-ci ildə. Və bu döyüşdə Birləşmiş Avstriya və Rusiya qoşunları məğlubiyyətə uğradılacaq Napoleon tərəfindən. Daha sonra 1806-cı ildə Müqəddəs Roma İmperiyasına son qoyacaq. Nə zaman yaranmışdı Müqəddəs Roma İmperiyası? 962-ci ildə 1-ci Otto tərəfindən Almaniya və bəzi İtaliya torpaqları əsasında yaradılmışdı. Xüsusilə Almaniya ərazisini əhatə edir Müqəddəs Roma İmperiyası və Müqəddəs Roma İmperiyasına 1-ci Napoleon Bonaparte tərəfindən 1806-cı ildə son qoyulacaq. Daha sonra 1806-cı ildə Prusiya ilə, uşaqlar Prusiya sizə çaşdırmasın, elə bu Almaniya deməkdir.
Almanya ilə, yəni Prusiya ilə mübarizə aparacaq və bu mübarizədə yenə də Napolyon qalib gələcək, Berlin şəhərini ələ keçirəcək 1806-cı ildə. Bir daha burada yenə təkrara baxaq. Bir dənə İngiltərəyə məğlub olacaq, qalan bütün döyüşlərdə hələ ki qalibiyyət Napolyonun əlindədir. Bir də indi gələcək Borodinoya qədər. İndi daha sonra burada bir haşiyəyə çıxmaq istəyirəm uşaqlar. İngiltərəni heç cürə məğlub edə bilməyəcəyini başa düşür Napolyon. Ona görə artıq ona qarşı başqa bir taktikadan istifadə etməyə başlayır. Bu hansı taktika idi? Qitə blokadası. Qitə blokadası Avropada qalib gəldiyi, özünə tabe etdiyi, qoşunlarını məğlub etdiyi hər bir dövləti məcbur edir ki, İngiltərə ilə iqtisadi əlaqələr saxlamasın. Yəni onun blokadaya alsın, boykot etsin. Aydındırmı bir növ? Ticarətini, iqtisadiyyatını və beləliklə düşünürdü ki, İngiltərə iqtisadiyyatını məhv etməklə onu üstünlük əldə edə biləcək, İngiltərə üzərində üstünlük əldə edə biləcək. Lakin özü də, yəni sözsüz ki, İngiltərə ilə iqtisadi əlaqələr saxlamırdı və qalib gəldiyi dövlətlərdə qitə blokadasına qoşulmağa məcbur edirdi ki, məsələn, Rusiya, məsələn, Almaniya bu qitə blokadasına məcburi şəkildə qoşulmuşdu, çünki Fransaya məğlub olmuşdular. Napolyon nə deyirdisə o idi. Lakin bu qitə blokadası İngiltərə iqtisadiyyatına sözsüz ki, mənfi təsir göstərəcək. Amma İngiltərədən çox, daha çox Fransanın özünə və Fransanın məcburi şəkildə qitə blokadasına məcburiyyətlə qoşulduğu dövlətlərə daha çox ziyan dəyəcək. Yəni İngiltərə iqtisadiyyatda mənfi təsir gözlənilən qədər olmasa da Fransaya, deyək ki, Avstriyadır, Rusiyadır, Almaniyadır daha çox mənfi təsir göstərəcək. Ona görə bir müddətdən sonra Napolyon bu qitə blokadasını yumşaltmağa, məhdudlaşdırmağa, ləğv etməyə çalışacaqdır. Çünki nə qədər də digər dövlətləri qitə blokadasına qoşulmağa məcbur etsə də, digər dövlətlər gizlin şəkildə də olsa İngiltərə ilə iqtisadi əlaqələr saxlayırdı, çünki onların iqtisadiyyatları çökürdü. İngiltərədən çox onların iqtisadiyyatına mənfi təsir göstərirdi. Və 1806-cı ildə Almaniya, yəni Prusiya qitə blokadasına qoşulur. 1807-ci ildə isə Tilzi sülhü imzalamaqla Rusiya. Çünki Rusiya 1807-ci ildə Napolyon tərəfindən məğlubiyyətə uğradılacaq və Tilzi sülhü imzalanacaq. Tilzi sülhünün şərtlərinə əsasən Rusiya Napolyonun Avropadakı işğallarını tanımaq məcburiyyətində qalacaq, çünki məğlub olub və eyni zamanda yenə də qitə blokadasına qoşulmaq məcburiyyətində qalacaq, çünki Fransa onu buna məcbur edirdi. Qitə blokadasına qoşulsa da bir müddətdən sonra gizlin şəkildə ingilislərlə ticari əlaqələr saxlamasına görə yenidən Rusiya ilə Fransa arasında bir döyüş olacaq. Bu da Borodino döyüşüdür 1812-ci ildə. Borodino döyüşü haqqında biraz geniş danışım. Borodino döyüşünün nəticəsi Napolyon məğlub olacaq olmasına və 1-ci imperiyanın süqutunun başlanğıcı hesab olunan hadisədir Borodino məğlubiyyəti. Lakin Borodino döyüşü 1812-ci ildə əvvəlləri Napolyonun uğurları ilə başlamışdı. Napolyon əvvəllər qalib gəlirdi Borodino döyüşünün əvvəllərində. Lakin nə baş verir, xüsusilə situasiya sualı kimi düşür bu ki, Borodino döyüşünün Napolyonun məğlub olma amilləri, səbəbləri nədən ibarət idi? Ondan ibarət idi ki, Napolyon döyüşləri davam elətdirərək Moskvanın içərilərinə doğru irəliləyir və o dövrdə yandırılmış taktikadan, torpaq taktikasından istifadə edilmişdi. Moskva tamamilə yandırılmışdı. Yəni Moskvanın içərilərinə doğru irəliləməsi Fransa qoşununun daha da deyək ki, təchizat baxımından, hər cür baxımından daha da məhvinə, deyək ki, məğlubiyyətinə səbəb olacaq. Həm Moskvanın içərilərinə doğru irəliləməsi, həm də qışın yaxınlaşması, ərzaq çatışmamasıdır, texniki baxımından çatışmamasıdır və bütün bunlar eyni zamanda Rusların burada partizan müharibələrindən istifadə etməsi və bütün bu amillər Borodino döyüşündə Napolyonun məğlubiyyəti ilə nəticələnəcək və 1-ci imperiyanın süqutunun başlanğıcını qoyacaq. Daha sonra Avropa dövlətləri yenə deməli Napolyona qarşı birləşəcəklər və 1813-cü ildə Avropa dövlətləri ilə Napolyon arasında Leipzig döyüşü baş verəcək. Bu döyüş Xalqlar döyüşü adlanır. 1813-cü ildə Avropa dövlətləri Napolyona qarşı birləşib Napolyonu məğlub edirlər və Napolyon deməli Elba adasına sürgün ediləcək 1813-cü il Xalqlar döyüşündən sonra. Xalqlar döyüşü bitir, Avropa dövlətləri Napolyon üzərində üstünlük əldə etdikdən sonra Avropada böyük bir konqres çağıracaqlar, Viyana konqresi. Avropa dövlətlərinin iştirakı ilə 1814-cü ildə çağırılacaq bir konqres idi. Viyana konqresinin qərarları çox düşür. Gəlin görək nə olmuşdu.
Fransa inqilabdan, indi mən burada hər bir şeyi ətraflı yaza bilmirəm, inqilabdan əvvəlki sərhədləri bərpa edir. Belə ki, Fransa işğal etdiyi ərazilər əlindən çıxacaq. Çünki Napolyon məğlub olur və inqilabdan əvvəlki sərhədləri bərpa edilir və məğlub dövlət kimi təzminat ödəyəcək. Daha sonra Prusiya bildik ki, Almaniyadır. Almaniya biz bilirik ki, uşaqlar, xatırlayırsınızsa, reformasiya hərəkatı vaxtı biz Almaniyanı keçəndə demişdik ki, Almaniyanın digər Avropa dövlətlərindən fərqləndirən və zəifliyinə gətirib çıxardan cəhətlərindən biri Almaniyanın o dövrdə siyasi cəhətdən dağınıq formada olması idi. Həm də sözsüz ki, imperator hakimiyyətdə zəif idi buna görə. Siyasi cəhətdən dağınıq idi və burada bir çox Avropa, daha doğrusu Almaniya dövlətləri birləşərək Almaniya ittifaqı yaradacaqlar. Lakin bu da hələ birləşmə deyil. Çünki Almaniyanın birləşməsi hələ 1870-71-ci illərdə imperiyanın yaranması ilə olacaq. Sadəcə bir neçə Almaniya dövləti birləşərək Almaniya ittifaqı yaradılır və bu Alman ittifaqında ən güclü dövlətlərin biri Avstriya, biri isə Prusiya idi. Daha sonra Rusiya, Polşanın bir hissəsini ələ keçirəcək Rusiya. Və Rusiya Viyana Konqresinin gedişatında çox diqqətli olaq burada, Osmanlıya qarşı müqəddəs ittifaq yaradacaq. Və bir çox Avropa dövlətləri bu ittifaqa daxil olacaq. Prusiya, Avstriya, Rusiya. Lakin İngiltərə bura daxil olmayacaq uşaqlar. Çox diqqətli olaq. Sözsüz ki, bu müqəddəs ittifaqın yaradılmasında məqsəd nədən ibarət idi? Osmanlı torpaqlarını bölüşdürmək və baş vermiş Avropada, çünki Napolyon işğallarından sonra çoxlu inqilablar baş vermişdi. Baş vermiş üsyanları, inqilabları yatırmaq və eyni zamanda Osmanlı dövlətinin ərazilərini parçalamaq nəzərdə tutulurdu və bu ittifaqa hansı dövlət, hansı Avropa dövləti, bu da çox yayğın olan suallardan biridir, daxil olmamışdı. İngiltərə müqəddəs ittifaqa daxil olmamışdı. Və sual edirəm uşaqlar, Osmanlıya qarşı müqəddəs birlik nə zaman və kim tərəfindən yaradılmışdı? Bu da 1684-cü ildə Roma papası tərəfindən Osmanlıya qarşı yaradılmışdı. 1684-cü ildə, sonra 86-da Rusiya daxil olmuşdu. Reçpospolita, Avstriya, ondan sonra Venesiya, bir çox dövlətlər bura daxil olmuşdu. Malta. İndi gəldik, deməli, Viyana Konqresinin qərarlarına əsasən Rusiya hansı ərazi Polşa verildi? Rusiya hansı ittifaqı yaratdı? Müqəddəs ittifaqı. Yaranmasında iki məqsəd. Osmanlı dövlətini parçalamaq və eyni zamanda Avropada baş vermiş üsyanları, inqilabları yatırmaq idi. Hansı dövlət daxil olmayacaq? İngiltərə daxil olmayacaq. Daha sonra İngiltərə ələ keçirəcək Maltanı, Seylon və bir də Cənubi Afrika ərazilərini ələ keçirəcək. Viyana Konqresinin qərarlarına əsasən artıq, yəni Napolyondan sonra deyək ki, ələ keçirilmiş əraziləri öz aralarında bölüşdürəcəklər. Bir növ yenə deyək ki, sabitliyi bərqərar eləməyə çalışırlar, lakin yenə də bərqərar edə bilməyəcəklər. Fransa inqilabdan əvvəlki sərhədlərinə qayıdacaq, təzminat ödəyəcək. Prusiya Alman dövlətlərindən ibarət ittifaq yaradılacaq və ittifaqda ən güclü dövlət Prusiya və Avstriya hesab olunurdu. Rusiya Polşanın bir hissəsini ələ keçirəcək və Osmanlıya qarşı müqəddəs ittifaq yaradacaq. İngiltərə, Malta, Seylon və Afrikanın cənubunu ələ keçirəcək. Bu, 1-ci imperiya dövründə baş vermiş xarici siyasəti idi. Daha sonra Napolyon sürgün olmuşdu Elba adasına. Lakin 1815-ci ildə geri qayıdacaq. Geri qayıtması bir məna kəsb eləməyəcək, çünki yenidən tamamilə ömürlük Yelena adasına sürgün ediləcək müttəfiq dövlətlər tərəfindən və bununla da 1-ci imperiya bitir. Yenidən Burbonların restavrasiyası, yəni Burbonların yenidən hakimiyyətə gəlməsi olacaq 1814-1830-cu illəri əhatə edir. Bu 1-ci imperiya dövründə Fransanın xarici siyasəti idi. İndi gəlirik biz. Dedik ki, 1-ci imperiya dövrü neçənci illəri əhatə etmişdir? 1804-14-cü illəri əhatə etmişdir. Bəs 1-ci Respublika dövrü 1792-1804-cü illəri əhatə etmişdir. Uşaqlar, mən bunları qeyd edirəm. Siz bunları mütləq yazın götürün, çünki hadisələr verilir. Və yazılır ki, Fransanın hansı dövrünə aiddir, seç. 1-ci imperiya 1804-14-cü illəri əhatə etdi. İndi gəlirik biz 1814-də, mən dedim axı, Burbonlar sülaləsi yenidən hakimiyyətə gəlir. Bəs Burbonlar sülaləsinin əsası nə vaxt qoyulmuşdu?
Fransada 1594-cü ildə. Burbonlar yenidən hakimiyyətə gələcək, 1830-cu ilə qədər hakimiyyətdə olacaq. Burbonların dövrü 1594-dən başlamışdı. Bunu da mən burada qeyd edirəm. Daha sonra İyul monarxiyası dövrüdür. Artıq bu proqramdan çıxarılıb heç burada qeyd eləmirəm. İndi hal-hazırda danışacağımız bir dövr var. 1848-52-ci illəri əhatə edən 2-ci Respublika dövrü. Uşaqlar, İkinci Respublika dövrü başlamamışdan əvvəl, yəni Fransa ərazisində inqilablar başlayacaq. Nəyə görə? Çünki Napoleonun yürütdüyü bu siyasətlər, vergilərin artırılması, əhalinin acınacaqlı vəziyyəti sonunda narazılıqlar və inqilablara gətirib çıxaracaq. Və inqilab nəticəsində 1848-ci ildə konstitusiya qəbul olunacaq və konstitusiyaya əsasən Fransada 2-ci Respublika qurulacaq. Neçənci ildə? 1848-52-ci illəri əhatə edir. Deməli, Respublika dövründə mən biraz öncə də dərsin əvvəlində qeyd eləmişdim ki, xalqın hakimiyyəti. Deməli, qanun verici orqan olan parlament, icraçı orqan olan prezident hakimiyyəti başlayacaq. Hər ikisi 3 ildən bir dəyişirdi. Bax, bu parlamentə seçkilər 21 yaşlı kişilər tərəfindən həyata keçirilirdi 3 ildən bir. İcra səlahiyyətlərini isə prezident həyata keçirirdi. Yenə 3 ildən bir dəyişiklik olurdu. Prezidentin deyir ki, parlamenti qovmaq və qanunlara veto qoymaq hüququ var idi. Yəni icazə vermirəm, qoyma hüququ var idi. Bax, dediklərimi mütləq qeyd edin. Deməli, qurulur 2-ci Respublika dövrü. 2-ci Respublika dövrü 1848-52-ci illər əhatə edir. 2-ci Respublika dövründə qanun verici orqan parlament 3 ildən bir seçilirdi 21 yaşlı kişilər tərəfindən. Prezident isə yenə 3 ildən bir seçilirdi. Prezident icra səlahiyyətlərinə malik idi. Prezidentin parlamenti qovmaq və qanunlara veto qoyma hüququ var idi. 2-ci Respublika dövründə kim prezident olacaq? Louis Napoleon. Yəni bu başqa Napoleonda o nəsildən olan Louis Napoleon başqa Napoleondur. Louis Napoleon prezident olacaqdır. Lakin Louis Napoleon prezidentlik səlahiyyətləri onu qane eləmir. O prezident olsa da monarx kimi dövləti idarə etmək istəyir, tək hakimiyyətliyə yiyələnmək istəyir. Və bu yolda kimdən dəstək almağa çalışır? Papadan, Roma papasından. Ona görə konstitusiyaya zidd olsa belə o Romaya, papaya dəstək olsun deyə qoşun göndərəcək. Nəyə görə məqsəd nədən ibarət idi? Tək hakimiyyətliyə yiyələnmək istəyirdi və papadan dəstək gözləyirdi özünə. Və nəhayətində elə Louis Napoleon çevriliş edərək 1852-ci ildə 2-ci Respublikaya son qoyacaq. 2-ci Respublikaya son qoyaraq nə yaradacaq? 2-ci imperiya dövrünü yaradacaq. Bu dövrləri xüsusi olaraq vurğulayıram. İndi bura qədər yazdım. 2-ci Respublika, 2-ci imperiya dövrü isə 1852-70-ci illəri əhatə edir. Kimin dövründə başlamışdı? Həmin o Louis Napoleon özünü imperator elan edərək 3-cü Napoleon adı ilə hakimiyyətə gəlir və imperatoru yenidən bərqərar edir. 2-ci imperiyanı. Və imperiya dövründə Fransada deyək ki, sənaye inkişafı yəni sənaye daha da inkişaf edəcək, sənaye çevrilişi artıq başa çatacaq. Bu nə demək idi? Artıq fabriklərdə, zavodlarda yeni texnikalar, maşınlı istehsal üsuluna keçmə prosesi artıq başa çatmışdı. Hansı dövrdə? Fransanın 2-ci imperiyası dövründə. Neçənci illər əhatə edir? 1852-70-ci illərə. İndi bu daxili siyasətə aid olan məsələdir. İndi gəlirəm xarici siyasətinə. Xarici siyasətdə ümumiyyətlə yenə də Fransa geniş şəkildə işğalçı müharibələrə başlayır. Xüsusilə ən böyük rəqibi Rusiya, Almaniya onun böyük rəqiblərindən biri idi. Hətta Fransa Rusiyaya deməli, yəni güvənilməz tərəfdaş baxırdı Rusiyaya. Güvənilməz tərəfdaş adlandırdığı dövlət Rusiya idi. Deməli, Rusiyaya qarşı mübarizəyə başlayacaq. Belə ki, 1853 o dövrdə. Bunu qeyd edeyim. 1853 buna aidiyyatı yoxdur. Amma indi necə aidiyyatı var? Dolayı yolla. 1853-cü ildə Krım müharibəsi olur. Bu Krım müharibəsi Osmanlı ilə Rusiya arasında baş verəcək. Lakin bu müharibədə həm İngiltərə, həm Fransa kimi dəstəkləyəcək? Osmanlını dəstəkləyəcək. Niyə görə? Çünki bu dövlətlər, bu Avropa dövlətləri Rusiyanın Avropadakı hegemonluğuna heç vaxt yol vermirdilər. Ona görə bu Krım müharibəsində Rusiya məğlub olur. Krım müharibəsinin Fransaya da təsiri olacaqdır. Bu da tezsə düşür. Təsiri necə olacaq? Fransa həm Afrikada, həm də Balkanlarda möhkəmlənəcək.
mövqeyini daha da möhkəmləndirəcəkdir. Və daha sonra uşaqlar yaxın qonşusu idi Almaniya. Almaniya bilirik ki, necə bir vəziyyətdə idi? Çox dağınıq bir vəziyyətdə idi. Düzdür, Viyana Konqresinin qərarına əsasən bir neçə Alman dövləti birləşsə də bu birləşmək deyildi. Birləşmək 71-də olacaq. Və Fransada Napoleona qarşı etirazlar başlayır ki, nəyə görə? Çünki Almaniyanın birləşdirilməsinə mane olmur. Çünki bu dövrdə Almaniyada Otto von Bismarck artıq hakimiyyətə gəlmişdi və o Almaniyanı dəmir və qanla yavaş-yavaş birləşdirməyə başlamışdı. Və Fransada ona mane olmağa çalışırdı ki, 3-cü Louis Napoleon, yəni 2-ci imperiya dövründə Almaniyanın birləşdirilməsinə qarşı Fransa ona müharibə elan edir. Çünki qonşuluğunda güclü bir dövlətin yaranmasını istəmirdi. Almaniyanın belə də birləşməsini, daha da güclənməsini istəmirdi. Deməli, 1870-ci ildə Fransada 2-ci imperiya ilə Almaniya dövləti arasında müharibə baş verəcək. Burada ən böyük döyüş Sedan, hətta bu Sedan fəlakəti adlanır ki, 3-cü Napoleon özü də burada, yəni məğlubiyyət, özü şəxsən iştirak eləmişdi, bəhsi düşmüşdü. Sedan fəlakətində deməli Fransa məğlub olur. Və Sedan fəlakəti nəticəsində Fransada 2-ci imperiya süqut eləyəcək. Və 2-ci imperiya nə ilə əvəz olunacaq? 3-cü Respublika ilə əvəz olunacaq. 1870-1940-cı illəri əhatə edən 3-cü Respublika. 1-ci Respublika nə vaxt olmuşdur? 1792-dən 1804-cü ilə qədər. 1-ci imperiya 1804-14-cü illər. Daha sonra Burbonlar bir müddət restavrasiya, yenidən hakimiyyətə gəlmişlər. 1814-30-cu il. Daha sonra 1848-ci ildə inqilab nəticəsində çevriliş baş vermişdir. Fransada 2-ci Respublika yaranmışdı. 2-ci Respublika da 1852-ci ilə qədər davam etmişdi. Daha sonra 3-cü Louis Napoleonun özünü 3-cü Louis Napoleon elan etməklə Fransada 2-ci imperiya başlamışdı. 1852-70-ci illər. 2-ci imperiyanın süqutunu gətirəcək Sedan fəlakəti. Bəs 1-ci imperiyanın süqutunun başlanğıcı hansı döyüş olmuşdu? Borodino döyüşü. İndi gəlin Sedan fəlakətinə ətraflı baxaq uşaqlar. Sedan fəlakəti oldu hansı dövlətlər arasında? Fransa ilə Almaniya arasında. Və bu müharibədə hansı dövlət qalib gəldi? Sözsüz ki, Almaniya qalib gələcək. Və Sedan fəlakətindən sonra 1870-ci ildə Versal sarayında sülh imzalanacaq iki dövlət arasında. Almaniya və Fransa arasında. Məğlub dövlət Fransadır. Almaniya qalib gəlir və Elzas və Lotaringiya ərazilərini ələ keçirəcək. Bunlar ümumiyyətlə ən böyük daş kömür hövzələri və çox gəlirli, deyək ki, bölgələr idi, daş kömür hövzələri idi ki, Fransa bu əraziləri itirməklə çox böyük gəlir mənbəsindən məhrum olacaqdır. Və Almaniya çox böyük gəlir əldə etməyə başlayacaq bu Elzas və Lotaringiya ərazilərindən. Bir də 5 milyard frank təzminat ödəyəcəkdir. Hansı dövlət? Məğlub dövlət Almaniyaya. Və bundan sonra, bu hadisədən sonra artıq Almaniyada sürətli şəkildə sənaye inkişafı başlayacaq və sənayenin inkişafına görə artıq 20-ci əsrin əvvəllərində Avropada birinci yeri tutacaq. Dünyada ABŞ-dan sonra ikinci yerə gəlib çıxacaq. Sözsüz, söhbət 20-ci əsrin əvvəlindən gedir, bir neçə ildən sonra. Amma Avropada birinciliyi ələ keçirəcək. İngiltərədən də, Fransadan da önə keçəcək sənaye inkişafı üzrə. Aydındırmı? Yəni görün, bu həm aldığı təzminat, həm də bu ərazilərdən əldə etdiyi gəlir onun sənayesinə çox müsbət təsir göstərəcəkdir. Və bununla da deməli, Versal sülhünün şərtinə əsasən nə yaranacaq? Almaniya imperiyası 1871-ci ildə və imperiyanın da konstitusiyası qəbul olunacaq. Uşaqlar, yəni Almaniya həmişə dağınıq olubdur, bilirsiniz ki. Ta nə vaxta qədər, əvvəlki dərslərimizdə keçirdik ki, 19-cu əsrin 70-ci il. Bax, burada Almaniya artıq tamamilə birləşəcəkdir. Otto von Bismarck'ın yürütdüyü siyasət nəticəsində 1871-ci ildə Almaniya imperiyası yaradacaq və Fransa da artıq bunu qəbul etmək məcburiyyətində qalacaq. Versal sülhünün şərtləri çox rahat oldu. Versal sülhünün şərtinə əsasən Fransa məğlub olur.
5 milyard frank təzminat ödəyəcək Almaniyaya. Elzas və Lotaringiya əraziləri də keçəcək Almaniyanın əlinə və Almaniya imperiyası yaranacaq. Və bundan sonra Fransa Almaniyaya qarşı qisasçılıq, revanşizm siyasəti yürütməyə başlayacaq ki, bu da ki, sonraki proseslərdə Birinci Dünya müharibəsi ərəfəsində ittifaqların, qütbləşmələrin yaranması və sonraki proseslərdə Birinci Dünya müharibəsində dövlətlərarası mübarizələrə gətirib çıxaracaq.